Bu gördüyünüz yerlər Əbəlfəz ağanın mübarək hərəminin ərazisidir. Həqiqətən insanın qəlbinə başqa bir aramlıq verir bura. Kaş ki, öz gözlərinlə gəlib görəydin. Kaş ki, dayanardın zərihin kənarında, sən də namaz qılardın. Kaş ki, zərihdən ayrılıb, gəlib dayanardın bu hissədə, İmam Hüseyin əleyhissalamın mübarək zərihinə tamaşa edəydin. Və İmam Hüseyin əleyhissalamın mübarək cümbəzini görüb salam verərdin. Əssəlamu aleykə ya Əba Əbdillah. Əssəlamu aleykə ya Hüseyin. Anam, atam sənə fəda olsun ya Əba Əbdillah. Bu günləri ki, Allah bizlərə nəsib elədi, gəldik sənin ziyarətinə. Allah bizi sənin ziyarətindən məhrum eləməsin. Allah ziyarətimizi axır ziyarət eləməsin.